Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Esselamu aləl Hüseyn və ala Ali ibn-i Hüseyn və ala avladil Hüseyn və ala əshabil Hüseyn. Əziz müminlər, Allahın izni və inayəti ilə bugün məhrəmiyyətin yaranma səbəblərindən biri barədə bir məsələni oxuyarıq. Məhrəmiyyət budur ki, məsələn, bir şəxs, bir kişi, bir xanıma məhrəmdirsə, bir xanım bir kişiyə məhrəmdirsə, bunların arasında izdivac əbədən haramdır. Yəni, bunlar bir-birləri ilə izdivac edə bilməz, yəni evlənə bilməzlər. Həm haramdır, həm də batildir. Əgər Allah eləməmiş bunların arasında izdivacla baş versə, batil sayılacaq, səhih sayılmayacaq, həm də günahı var, haram işdir. Amma sair şeylər ki, naməhrəmlər arasında ki, bunlar icazəli deyil. Məsələn, bir naməhrəm kişi, naməhrəm xanıma toxuna bilməz, onun, məsələn, deyək, bədən üzvlərinə baxa bilməz və s. Amma bunlar məhrəmlər arasında icazəlidir. Məsələn, bacı qardaş yanında hicab örtməsi vacib deyil. Öz, nə bilim, əmisinin, babasının, atasının və s. Xülasə, bir neçə səbəblər var ki, o kişi və xanım arasında, bəzi kişi və bəzi xanımlar arasında məhrəmiyyəti yaradır, səbəb olur. Bugün o səbəblərdən biri barədə oxuyarıq. Həmin o səbəb nəsəbdir. Yəni, nəsəb özü bir səbəbdir ki, kişilərdən bir qismi, xanımların bir qisminə olur məhrəm. Yəni, naməhrəm sayılmır. Nəsəb bizim dildə də işlədilən bir kəlmədir. Əsil nəsəb, yəni eyni nəsildən, eyni kökdən, eyni doğum, eyni məsəl üçün veladət səbəb olur bunların arasında. Məsələn, bu şəxsi, bu xanım doğur, dünyaya gətirir. Onu da doğan xanım, məsələn, deyək ki, bunun doğduğuna nəsəb səbəbi ilə çatır. Yəni, veladət, doğum səbəbi ilə bir-birlərinə çatırlar. Yaxud, məsələn, sülb baxımından, deyək ki, bu övlad bu atanın sülbündən, belindəndir, onun övladı onun belindəndir. Xülasə, bunlara, yəni, buna nəsəb deyərlər. Bu səbəblərdən biri nəsəbdir. Yəni, bəzi kişilər, bəzi xanımlara məhrəm olur. Bugün inşallah oxuyarıq. Görək, nəsəb səbəbi ilə kimlər bir-birlərinə məhrəm olur. Ümumən, bir məlumat üçün qeyd edək ki, 7 kişi 7 xanıma nəsəb səbəbi ilə məhrəm olur. 7 kişi 7 xanıma məhrəm olur. İndi onlar hansıdır? Onları bir-bir oxuyaraq inşallah. Demək, Ayətullah Seyyid Əl-Sistaninin Əl-Məsailul Muntaxabə adlı risaləsindən oxuyarıq. Məsələ 991, səhifə 289. Əsbab-ı təhrim. Təhrimin səbəbləri, yəni bir kişinin bir xanıma, bir xanımın bir kişiyə haram olmasının, yəni məhrəm olmasının səbəbləri görək Seyyid nə buyurur? Buyurur, Yəhrumuz zivac min cəhətin nəsəb. Nəsəb cəhətindən izdivac haram olar. Yəni, evlənmək haram olar. Yəni, bir kişi bir xanımdan izdivac edə bilməz, haram olar. İndi o xanımları bir-bir deyir. Birinci buyurur ki, bilə ana ilə, nəsəb cəhətindən ana ilə izdivac haram sayılar. Yəni, ana deyəndə burada ana xanımlardan bir qismi. Çünki qeyd elədik, dedi, 7 qisim. Yəni, xanımların 7 qisminə, 7 sinifinə, kişilərin 7 sinifi haram olur. Ana deyəndə, ananın müqabilində zehnə gələn kimdir? Kişilərdən təbii ki, övlad, yəni ananın oğlu. Yəni, oğul anasına məhrəmdir və onunla izdivacı əbədən haramdır və batildir. İndi ana deyəndə burada bir şəxsin öz anası, onu dünyaya gətirən, yəni birbaşa onu doğan ana nəzərdə tutulur. Həmçinin ananın anası da buyurur, və in alət. Ana və anadan yuxarı nə qədər analar varsa, hamısı
Yəni oğula, oğlun oğluna və s. bu qaydada məhrəmdir. Məsələn, mənim anam mənə məhrəmdir, anamın anası mənə məhrəmdir, yəni nənəm. Nənəmin anası mənə məhrəmdir, o nənəmin anası mənə məhrəm. Təbii ki, indi burada sağ qalma məsələləri o heç. Xülasə, yəni ana kəlməsi nə qədər şamildir? Yəni anam məni dünyaya gətirib, anamı onun anası nənəm dünyaya gətirib. Görürsüz, burada nəsəb var bir dənə. Yəni veladət, doğum özü bir səbəbdir. Anam məni dünyaya gətirib, nənəm anamı dünyaya gətirib, eyni bətnə bağlanırıq. Həmçinin mənim anama, mənim oğlum, oğlumun oğlu, xülasə, yəni nənəyə öz o nəvəsi, nəticə, kötücə, ha belə hamısı bir-birinə məhrəmdir. Birinci, xanımlardan ana, kişilərdən oğul. İndi 7 qism bir-bir sayırıq. Və bil bint, nəsəb cəhətindən ikinci, izdivacı haram olan xanım qızdır, qız övladıdır. Və in nəzələt və aşağıya doğru nə qədər getsə. Qız övladı deyəndə bunun müqabili ata nəzərdə tutulur. Yəni qız övladına ata məhrəmdir, ataya qızı məhrəmdir. İzdivacı əbədən bunların haram və batildir. Və aşağıya doğru nə qədər getsə. Aşağıya doğru məqsəd nədir? Ata, ana deyiləndə bunlarda qeyd olunur ki, nə qədər yuxarı qalxsa, yəni atanın atası, nənənin nənəsi, ananın anası filan, bunlar yuxarı qalxan şəxslərdir. Övladda isə buyurur, nə qədər aşağı getsə, yəni mənə qızım məhrəmdir, qızımın qızı məhrəmdir, onun qızı mənə məhrəmdir, qızımın oğlunun qızı mənə məhrəmdir. Xülasə, yəni nə qədər üzü aşağı övladlar gəlsə ardıcıl, hamısı mənə məhrəm olacaq. Yəni burada qız deyəndə tək atanın öz qızı, tək o nəzərdə tutulmur. Yəni belə deyək, qızın qızı da elə atanın öz qızı yerindədir. Çünki onun belindən gəlib o, sülbündən gəlib, o da onu dünyaya gətirib. Onun qızı, oğlu da, deyək məsələ, oğlun qızı da onun sülbündən gələndir. Qızın qızı da yenə ona çatır. Xülasə, qız nəvə, oğlun qızı, oğlun qız nəvəsi hamısı ataya, babaya məhrəm olacaq. Bu ikinci, xanımlardan ikinci qism. Birinci, ana, xanımlardan ana, kişilərdən oğul. İkinci, qız, kişilərdən ata. Və bil uxt. Üçüncü, bacı. Bacı deyəndə onun müqabili qardaş, kişilərdən qardaşdır. Bacı qardaşa, qardaş bacıya əbədən məhrəmdir. Bunların izdivacı haramdır, çünki bunların nəsəb cəhətindən bir-birlərinə çatıblar. Eyni bətindən doğulublar, eyni sülbüdən gəliblər. Bunlar bir-birlərinə haramdılar əbədən. İstər ata bir bacı qardaş olsunlar, istər ana bir bacı qardaş olsunlar, istər hər iki cəhətdən, yəni həm ata və ana hər ikisində də eyni olsun, fərq eləmir. Xülasə, bacı və qardaş bir-birlərinə məhrəmdir. Dördüncü qism hansıdır? Və bənatul əx, qardaşın qızları. Qardaş qızı deyəndə bunun müqabilində duran kişi təbii ki, əmi. Qardaşın qızı əmiyə məhrəmdir. Əmi öz qardaşının qızına əbədə olaraq məhrəmdir. Yəni, bunların izdivacı haram və batildir. Qardaşın, məsələn, mənim qardaşımın qızı mənə məhrəmdir. Qardaşımın qızının qızı məhrəmdir. Qardaşımın oğlunun qızı məhrəmdir, ha belə. Bu dördüncü qism, vəl uxt, yəni bənatul uxt. Həmçinin bacının da qardaşı, bacının qızı, üzr istəyirəm. Bacının qızı deyiləndə də nəzərdə nə tutulur? Kimə məhrəmdir? Yəni, bacının qızı mənası budur ki, öz, yəni buradakı dedik, qardaşın qızı məhrəmdir əmiyə, bacının qızı da məhrəm olacaq dayıya. Məsələn, dayı məhrəmdir öz bacısının qızına. Əbədi bunların arasında izdivac haramdır, bunlar məhrəmdir. İndi dayının
yəni mənim fərzidə bacımın qızı mənə məhrəmdir. Nə cür qardaşda dediyimiz kimi bacımın qızı, onun qızının qızı, oğlunun qızı, ha belə hamısı dayıya məhrəmdir. Bu 5-ci. Birinci dedik ana, oğul. Qız, ata. Üçüncü dedik bacı, qardaş. Dördüncü qardaşın qızı, əmi. Beşinci bacının qızı, dayı. Altıncı vəbil əmmat. Altıncı xanım, bibilər. Yəni bibi məhrəmdir öz qardaşının oğluna. Yəni bibi deyiləndə kim nəzərdə tutulur? Məsələn, mənim bibim, mənim atamın bacısı. Yəni bibim, mən bibimin qardaşı oğluyam. Mən bibimə əbədi məhrəməm, bibim də mənə. Yəni bibi və qardaş oğlu arasında əbədən izdivac haram və batildir. Çünki bunlar nəsəb cəhətindən, yəni mən atamın sülbündənəm. Atamla da bacı eyni bətindəndirlər. Bizim aramızda məhrəmlik var nəsəb səbəbindən. Həmçinin Seyid buyurur ki, və in alavna və bibilər nə qədər yuxarıya qalxsa, hamısı yenə də qardaşın oğluna məhrəmdir. Yəni mənim bibim və atamın bibisi, anamın bibisi fərq eləmir. Bibi kəlməsi şamil olan şəxslər hamısı, yəni qardaş oğluna məhrəmdir. İndi məsələn, mənim atamın bibisi mənim babamın bacısı düşür, yenə də eyni hökmdədir, fərq eləmir. Yəni bibi deyiləndə nəinki əmi arvadı, dayı arvadı, yox, bu şəxslər yox, çünki bunlar artıq nəsəbə daxil deyirlər. Altıncı bibilər və bil xalat. Yeddinci xalalar. Yəni xala müqabilində duran kişi bacının oğlu. Xala bacının oğluna əbədən məhrəmdir, izdivac haramdır bunların arasında və batildir. Və nə qədər yuxarı getsə mənası nədir? Ey, yəni bibi, xala nə qədər yuxarı getsə öz bacı oğlu, qardaş oğluna dedik məhrəmdir. Ey əmmətul əb vəl yəni atanın, ananın bibiləri və xalatuhuma, həmçinin atanın, ananın bacıları. Bibilər, xalalar həm mənim öz bibilərimə şamildir, xalama şamildir, həm mənim atamın, anamın bibi və xalalarına da yenə bu kəlmə şamil olub və həkəza. Və nə qədər yuxarı getsə bu qayda ilə. Xülasə nəticədə gördük ki, 7 kişi 7 xanıma nəsəb cəhətindən məhrəmdirlər. Bunların arasında izdivac haramdır. Onlardan biri, bir sayaq. Bir, xanımlardan birinci dedik ana, kişi, oğul. İkinci dedik ki, yəni o xanımlardan dedik qız, ikinci kişi, ata. 3, bacı, bacının müqabilində duran üçüncü kişi, qardaş. Dördüncü, qardaşın qızı, dördüncü kişi dedik ki, əmi. Bacının qızı, beşinci kişi dedik ki, dayı. Altıncı bibilər, bibinin müqabilində duran kişi, qardaşın oğlu. Yeddinci xalalar və xalanın da müqabilində duran bacının oğlu. Bu 7 xanım, bu 7 kişiyə əbədən, daimən haramdır. Bunların arasında izdivac yoxdur. Çünki bunlar bir-birlərinə məhrəmdir. Bunlar fəqət nəsəb səbəbi ilə bir-birlərinə məhrəmdir. Bəzi səbəblər də var ki, o səbəblər meydana çıxanda başqa xanımlar və kişilər də bir-birlərinə məhrəm olur. Məsələn, süd əmmə səbəbdir özü bir dənə. Məsələn, bir xanım bir uşağa süd versə ona məhrəm olur. Təbii ki, özünə xas şərtləri var. Yaxud evlilik, izdivac özü bir səbəbdir. İnşallah, onları da o biri söhbətlərimizdə ömrümüz vəfa eləsə, oxuyub sizə əzizlərə çatdırarıq. Vəssalamu aleykum və rəhmətullahi